Qısa xatırlatma eləyək. Bu dərsdə biz nələr görə bilərik? Görə bilərik səhm növlərini, hansı ki, səhmin iki növünə rastlaşdıq. Ordinary, yəni adi səhmlər və preference, yəni imtiyazlı səhmlər. İmtiyazlı səhmlərin də iki növü var idi. Redeemable, irredeemable. Redeemable o deməkdir ki, mən səhmdardan bu gün pulu alıram. Baxmayaraq ki, adında səhm anlayışı var. Geri ödənmə müddətini qabaqcadan bəlli eləmək şərti ilə pulu götürüb illikdə faiz verirəm. Yəni bu kağızda adı səhm olsa da, reallıqda kreditdir. Yəni hesabatda equity olaraq yox, liability olaraq tanınmalıdır. Çünki geri ödənmə müddəti bəllidir. Öhdəlik xarakteristikası daşıyır. Irredeemable isə pulu götürürəm A nöqtəsində. Geri ödənmə müddəti qeyri-müəyyən olmaqla bəlli deyil. Ordinary-də də eynidir, bəlli deyil. Ordinary və irredeemable-a ödənilən dividendlər real dividendlərdir. Double entry-si debit dividend, daha doğrusu debit retained earnings, dividenddən retained earnings-dən azaldırıq, dividend yazırıq. Yəni yaxşı olar ki, siz transaksiyanın adında dividend vurğulayasınız. Retained earnings-i mən izah üçün yazıram. Credit, cash və ya payable. Amma redeemable-a ödənilən faiz isə finance cost adı altında profit or loss statement-də görünər. Yəni bu bizim üçün faiz xərcidir. Gəlin nümunəyə baxaq. 13.1. Sual bizdən nə istəyir? Bizə deyir ki, tap görək, Statement of Change in Equity-yə 31 dekabrda bitən maliyyə dövründə nə düşər? Və cavabını whole number, bütöv rəqəmlə göstər. Bu nə deməkdir? Əgər aldığımız cavab kəsr olsaydı, məsələn, 120.486,75. Cavabı belə göstərəcəkdi, 120.487. Yuvaraqlaşdırma ilə. Bəzən burada yazar ki, decimal place, yəni onda birlərə, yüzdə birlərə, bəzən göstərər ki, minliklərə qədər yuvaraqlaşdır. Mümkündür belə hallarda. Sualı hissələrə bölək. Bizə deyir ki, change in equity-yə düşəni yaz. Yəni bizdən dividend rəqəmini soruşur. İki tip səhmin var. Ordinary və redeemable. Ordinary-yə ödənilən dividend change in equity-yə düşər. Daha doğrusu redeemable-a ödənilən düşməz. Redeemable finance cost adı altında P&L-a düşər. Gəlin görək. 1 milyon dollar 10 sent. Bu yazılış bizə nə deyir? Bütün testlər üçün keçərlidir. Bax, bu yazını görəndə face value-su, yəni nominal dəyəri 10 sent olan bütövlükdə 1 milyon dollar dəyər yaratmış neçə dənə səhm var imiş? 1 milyonu bölürəm 10 sentə. Deməli, 10 milyon ədəd səhm var imiş. Bir daha deyirəm. Görəsən, hər biri 10 sentdən olan neçə dənə səhm var idi ki, share capitalın 1 milyon olub? Deməli, 10 milyon ədəd var imiş. Yəni, burada gördüyümüz 1 milyon say deyil, dəyərdir. Tapdım ki, 10 milyon dənə səhm var imiş ordinary-dən. Redeemable-da 50 sent face value-sudur. Neçə dənəymiş görəsən? Burada da 1 milyon dənəymiş. Hardan bildim? Neçə dənə olmalıdır ki, 50 sentdən bütövlükdə share capitalımı 500 min eləsin? Ardıcan, dövr ərzində company has paid preference dividend. Baxın, yoldaşlar, adındakı dividend sözü bizi yanıltmasın. Bu real dividend deyil, bu finance costdur. Double entry-si necə olacaq? Göstərəcəm. 2 sent per share. Yox, bizə dəqiqə. Bax, cümlə burada bitir. Preference-ə dividend ödəmişəm, amma rəqəmi görmürəm. Bu 2 sent ordinary-yə ödəniləndir. Görəsən, bu redeemable-a nə qədər ödənilib? Bütün testlər üçün həmişə gözümüz buradakı faizi axtarsın. Yəni mən 1 milyon dənə səhmimin
Hər birinə onun nominal dəyərinin, yəni 50 sentin 8%-ni ödəmişəm. Bir daha deyirəm. Hər bir dənə səhm üçün nominal dəyərinin 8%-ni ödəmişəm. Başqa sözlə, bax bu 500 minin 8%. Elədi 40 min. Bunun double entry'si preference üçün adı dividend olmağına baxmayaraq debit olacaq finance cost, yəni dolayı yolla bu faiz xərcidir, interest expense, profit or loss statementə düşdü, xərc olaraq, kreditdə də cash və ya payable. Niyə cash və ya payable? Ödənibsə cash, ödənməyibsə payable. Interest payable. Ordinary-yə isə 2 cent ödənilib. Has paid deyir. Xatırlayaq bir daha, dividendlə bağlı iki situasiyaya düşə bilərdik. Bir, declare. İki, proposal. Dividend declare change in equity-yə təsir edərdi. Proposal yalnız disclosure notda göstərilərdi. Declare'in double entry'si debit dividend, credit, cash və ya payable. Burada da 2 cent interim dividend. Interim nədir yoldaşlar? İlin müəyyən hissəsində ödənilir. İlin sonu yox, ilin müəyyən hissəsində. İlin sonunda ödənilirsə adı olur final. İlin müəyyən hissəsində ödənilirsə olur interim. Burada da nə baş verib? Mən ilin əvvəlində 2 adda səhm satmışam. Biri redeemable, digəri ordinary. Redeemable-a il ərzində 40 min dırnaq arasında dividend ödəmişəm, hansı ki finance cost-dur. Irredeemable-a isə interim ödəmişəm 2 cent per share. Neçə dənə səhmim var idi? 10 milyon dənə. Hardan bildim? Bayaq hesablamışdım. 10 milyon vurulsun 2 cent. Elədi 100 min. Həmçinin final dividend olub. Hardan bildim? Özü deyir. Baxın. Final dividend. Amma proposed. Proposal sualın tələbi olan change in equity-yə düşməz. Ona görə də interimlə bağlı hesablanmış o deməli 100 min yazmışam bura 200 mindir. Hesablanmış 300 min profit or loss-a daha doğrusu change in equity-yə düşməz. Qısacası 3 dənə dividend adı çəkib. Redeemable-a ödənilən 40 minlik, hansı ki P&L-a düşdü, finance cost-dur, sualın cavabına təsir etmədi. Ordinary-yə ödənilən interim paid-dir, change in equity-yə düşər. Ordinary-yə propose olan dividend yalnız disclosure nota düşər. Yəni sualımızın cavabı 200 min. Vəssalam. Keçək digər suala. Yoldaşlar, gələcəm bunların hamısına, toxunacam bir-bir. 13.2. Company makes right issue. Sual da bizdən soruşur ki, hansı effekti olar bu right issue-nun? Right issue-nu yadımıza salaq. Hal-hazırda bizim səhmlərimizə sahib olan şəxslərə bazar qiymətindən endirimli şəkildə səhm təklif eləyirdik. Qarşılığında pulunu alırdıq. Məsələn, bazarda qiyməti 5 dollardır. Mən də ona təklif edirəm ki, gəl sənə 20% endirim verim. Yəni 4 dollara satım sənə. Qarşılığında still pul alıram. Deyək ki, səhmimizin deməli nominal dəyəri, nominal value-su 1 dollar 20 centdir və mən onu 4 dollara satmışam. Double entry-si bütün testlər üçün belədir. Debit cash number of shares vurulsun dəyəri. Yəni, deyək ki, 1 dənə satmışıq, lap deyək ki, 10 dənə satmışıq. 10 vurulsun 4 dollar. 40 dollar oldu deməli cash. Kreditdə olacaq share capital. Həmişə number of shares vurulsun face value.
Yəni nominal dəyəri. Nominal dəyər neçədir burada? 1.2. 10 vurdum 1.2-yə oldu 12 dollar. Kredit olacaq share premium. Bütün testlər üçün number of shares DS numberi göstərir yoldaşlar. Number of shares vurulsun issue price çıxaq face value-su. Issue price-ımız 4 dollar. Çıxılsın face value 1.2 dollar. Bərabər oldu 2.8-ə. Yəni 28, yəni 2.8 vurulsun 10, elədi 28. İndi baxaq. Right issue-da əssetimiz artdımı? Artdı. Hansıdır? Cash. Birincini seçdik. Retained earnings azaldı. Yox. Bu bonus issue da ola bilərdi. Share premium account reduced. Bu da yox. Investments are increased. Yoldaşlar, baxın, biz burada investisiyada pulu alan tərəfik. Bizim investisiyamız artmaz. Bizə investisiya edən şirkətin investisiyası artar. Ona görə 4-ü də seçmədik. Cavabımız oldu yalnız 1. Sual var mı bu hissədə? Yox. 13.3 və 4-ü göstərim, sonra suallara baxaq. 13.3. Şirkət issue eləyib, issue səhm emissiyası deməkdir. 1 milyon ədəd, hər biri 50 sentdən. Yoldaşlar, baxın, bütün testlərdə bunun oxunmuş qaydası belə olacaq. Bax, bu yazı bilirsiniz nə deməkdir? 50 sent nominal dəyəri, yəni face value-su olan 1 milyon dənə səhm satılıb, premium 30 sent olub. Yəni, premium necə hesablanırdı həmişə? Issue price çıxılsın face value. Issue price-ı bilmirəm. X. Yox, bilirəm. Bizə dəqiqə. Issue price-ı bilmirəm. X. Face value-nu bilirəm 50 sent. Premiumu bilirəm 30 sent. Deməli, issue price 80 imiş. Əla. Görəsən 1 milyon dənə 50 sent nominal dəyəri olan səhmi neçədən satsam 30 sent premium yaranardı? 80. 80-ə satsam 50-si face value-sudur, 30 da premiumdur. 1 milyonu vururam. Debit olur cash. 1 milyon vurulsun 80 sent. Oldu 800 min. Kredit olacaq share capital. Bütün testlər üçün 1 milyon vurulsun face value, yəni 50 sent. Bu da oldu 500 min. Kredit oldu share premium. 1 milyon vurulsun 30 sent. Bu da elədi 300 min. Və salam. Double entry-imizə baxaq. Debit bank, share capital və share premium. Cavabımız B variantı. Hə, bu da çətin testlərdəndir. Bir dənə görün, budurmu? Burada bir dənə də qəliz testimiz olmalıydı. Gəlin buna baxaq. 13.2-yə. Sual bizə nə deyir? Dövrün sonunda tap görüm share capital'ın və share premium'un nə qədərdir? Şirkətin 1 yanvar 2000-ci ildə olan share capital'ı, daha doğrusu capital structure'ı bu formadadır. Bu yazılışı necə oxuyacağım? 1 milyon ədəd, face value-su 50 sent olan səhmin var. Totalda bu share capital'ımı 500 min eləyib. Share premium hissəsində 300 min rəqəm var. Aprelin 1-i 2000-ci ildə 200 min dənə səhm satdı 1.30-dan. O zaman 200 vurulsun 1.30 oldu mənim cash hesabım. Bu 1.30-un 50 senti
Share capital'dır. Geri qalan 0,8-i share premiumdur. Yəni share capital'ımı artıracağam. 200 vurulsun 0,5 qədər, yəni 100 min olacaq 600. Share premiumumu da artıracağam. 200 vurulsun 0,8 qədər, yəni 160 min. Bu da olacaq 460. 1 iyul tarixində bonus issue elədik. Bonus issue nə deməkdir? Qarşılığında pul almadan kapitalın tərkib hissələrində dəyişiklik eləyirəm. Mənim bonus issue'dan əvvəl neçə dənə səhmim var? 1 milyon var idi. 200 dənə də əlavə gəldim. Oldu 1 milyon 200. İndi mən təzə emissiya eləyirəm. Buna capitalization da deyirlər bəzən. One share for every 4. Yəni 4-ə 1 əlavə emissiya eləyirəm. 1 milyon 200 dənə var. 4-ə 1 emissiya eləyirəmsə, bölürəm 4-ə, vururam 1-ə. Əlavə 300 min dənə səhm satacam. Əslində buradakı satış çaşdırıcıdır. Satmıram, bonus verirəm, hədiyyə verirəm. Qarşılığında pul almıram. Sadəcə mövcud səhmdarlarıma, hal-hazırda bizim səhmlərimiz olan şəxsə pay verirəm, əlavə. 300 min dənə səhmin face value-su neçədir? 50 sent. Deməli, bütün hallarda kredit olacaq share capital. 300 vurulsun 50 sent, yəni 150. Bura gəldim, əlavə 150. Share premium isə bu artımın qarşılığında pul olmadığına görə özünü fəda eləyir. Yəni, biz ondan kompensasiya alırıq. Share premium 150. Yəni, buradan 150 azalır, buradan artır. Nəticədə share capital hesabım oldu 750, share premium hesabım oldu 310. Vəssalam. Yəni, cavab C variantı. Sualı olan? Yoxdur. Görün, bir dənədir. Aha, gəlin bu sualda eləyim. Bu da çətin sual tiplərindəndir. 13.14. Sual bizə deyir ki, tap görək aşağıda verilən hesabatda hansı doğrudur? 31 mart 2006 tarixində Yellow Company, Limited Liability Company'dir. Hansının ki 50 min dollarlıq səhmi var. 25 sentdir bir dənəsi. Həmçinin bu şirkətin də investisiyası var. 50 min ədəd, bir dənəsi 50 sentdən. Blue Company. Mənə aşağıda dividend hesabı verib və bu Yellow şirkətinin hesabatıdır. Özümə sual verirəm. Görəsən bu dividend Yellow'nun kiməsə verdiyi dividenddir, yoxsa kimdənsə aldığı dividend? Əgər kiməsə verdiyi dividenddirsə, yadıma salıram, dividendin double entry'si nə idi? Debit dividend, credit, cash və ya payable. Burada görürəm ki, debit dividend yoxdur. Deməli, Yellow'nun özünün ödədiyi dividend deyil. Bəs kimdənsə dividend alıramsa, debit cash, credit dividend, yəni income. Görürəm ki, burada sanki bir kredit hesabı var. Deməli, qəbul elədim ki, bu Yellow şirkətinin kimdənsə aldığı dividenddir. Çünki dividend kreditə yazıb. Hansı şirkətdən alıb? Blue Entity-dən. İndi gəlin faizlərə baxaq. Biz nə demişdik? Demişdik, dividend həmişə face value üzərindən ödənilir. İndi sual. Mənim 50 min ədəd, hər biri 50 sentdən səhmim var. Yəni, 25 min dollarlıq səhmim var. Görəsən, neçə faizli dividend alsam, 5 min dollar dividend almış olardım.
10%? Yox, 10 olsa 2500 olardı. Deməli, 20%lik dividend almışam. Bəs A bəndinə baxaq. Yellow paid. Yox, biz ödəməmişik. Yellow paid. Yenə də ödəməmişik. Baxın yoldaşlar, burada bir şeyi də sübutunu görürük. Bir şeyin də sübutunu görürük. 2 dənə 10% var. Bəlkə də onu seçək. Yox. Burada çox olan variant keçərli deyil. Xahiş edirəm, bunu imtahan üçün yadınızda saxlayın. Qəti şəkildə nə isə təxmin eləyim, təsadüfən düz yazmağa çalışım. Burada o variant işləmir. İndi buyurun, suallarınızı verin zəhmət olmasa.